Hər kəsə salam. China Talks ekranlara geri qayıtdı. Bugünkü mövzumuz isə qızların Çində təhsili ilə bağlı yaranmış stereotiplər, miflər, valideyn narahatlıqları. Bu sualların hər birinə real təcrübə əsasında cavab tapmağa çalışacağıq. Qısacası biz bu gün bura qızların səsi olmağa gəlmişik və bugünkü missiyamda mənə kömək eləyəcək studiyamdakı qonağım Çinşünas Şəbnəm Məmmədova. Xoş gəlmisiniz. Xoş gördük, Xədicə. İlk olaraq onu demək istəyirəm ki, sizi qonağım olaraq görməkdən çox böyük məmnuniyyət duyuram və istəyirəm ki, izləyicilərimizə qısaca özünüzü təqdim eləyəsiniz. Deməli, çox təşəkkür edirəm öncəliklə məni dəvət etdiyiniz üçün. Düşünürəm ki, sizin layihəniz həqiqətən də çox uğurludur. Və mən bu layihə çərçivəsində əlbəttə ki, mövzumuz o qədər geniş mövzudur ki, düşünürəm ki, çox maraqlı mövzulara, nüanslara toxunacağıq. Mən Şəbnəm Məmmədova bakalavr təhsilimi Azərbaycan Dillər Universitetində Çinşünaslıq ixtisası üzrə almışam və deməli magistr ixtisasımı isə Çində Şansi Pedaqoji Universitetdə xaricilərə Çin dilinin tədrisi, Çin dilində Xənyü Qoydi Jiayu adlanır, ixtisası üzrə təhsilimi bitirmişəm. Təhsilim Çində Çin dilində olub və özüm həm Çinşünaslıq, həm də Çin dili üzrə mütəxəssis olaraq fəaliyyət göstərirəm. Mən keçmək istəyirəm suallarıma. Buyurun, başlayaq. Öncəliklə mənə çox maraqlıdır ki, necə oldu yolunuz Çinə düşdü? Əslində bu sualı həqiqətən mənə çox insan verir, tələbələrimdən, ətrafımdan. İstəyirəm ki, bu haqqda bir dəfə danışam, hamıya da aydın olsun. İlk dəfə 17 yaşımda mən bakalavr üzrə müraciət eləyəndə ixtisas seçimində açığı çox qarışıq fikirlər içində idim. Hansı istiqamətə getməli olduğumu bilmirdim. Elə oldu ki, yaxın bir müəllimim sayəsində Çinşünaslıq haqqında bir məlumat aldım. Hansı ki, həmin dövrdə yəni Çin dili o qədər də necə deyim, hələ inkişaf etməmişdi. Bəli, təzə-təzə gündəmə gəlmişdi və mənə o qədər maraqlı idi ki, xüsusilə mənim məktəb illərində əvvəlki qrupum 3-cü qrupa idi. Yəni biz pilot məktəbində 3-cü qrupa hazırlaşırdıq. Ancaq elə oldu ki, mən 10-cu, 11-ci sinifdə qrupumu dəyişdim və 2-ci qrupa yönləndim. Açığı mən 3-cü qrupda hüquqşünaslığı düşündüm ki, biraz necə deyim, mənim üçün mürəkkəb ola bilər gələcəkdə. Onun üçün ixtisas seçimini biraz düşünməyə başladım və demək olar ki, abituriyent imtahanından sonra, 2-ci qrup imtahanından sonra mən Çinşünaslıq ixtisasını düşündüm. Onun həm deməli dövlət sifarişini qeyd etmişdim, həm də ödənişli. Yəni artıq məqsədim o yöndə oldu. Xüsusilə mənim uşaqlıqdan Asiyalılara olan rəğbətim çox böyük idi, həqiqətən. Simpatiyanız olub Asiyalılara? Bəli. Yəni çox marağım var idi. Bu bir fanatik kimi deyil də, xüsusilə həqiqətən də bir onların həyat tərzini, mədəniyyətini çox sevirdim. Hətta istəyirdim ki, yəni öz həyat tərzimə də Asiya mədəniyyətinə nə isə qata bilim, sağlam bir formada. Və yəni hər hansı bir necə deyim, xüsusi böyük bir məqsəd kimi deyil də, sadəcə maraq kimi yola düşdüm. Mənim məqsədim nə zaman ki, bu maraq məqsədə çevrildi, bu deməli 2019-cu il Çin yay düşərgəsində iştirak etmişdim. Bilirəm ki, siz də o düşərgədən bəli olmuşdunuz daha əvvəl. Deməli həmin yay düşərgəsinə qədər mən deməli Çin dili HSK 1-2 hazırlaşmışdım və bilirsiniz ki, HSK sertifikatı aldıqdan sonra ora qəbul olur da düşərgədə iştirak etmək üçün. Bizdə ixtisas Çinşünaslıq olduğu üçün hər gün Çin dili tədris olunurdu. Xüsusilə mən əlavə məşğələ kimi Konfutsi İnstitutuna da müraciət etmişdim. Orada çünki çoxsaylı mədəniyyət tədbirləri keçirilir. Daha sonra tərcümələr üçün, aktivlik üçün çox yaxşı əlverişli şərait yaranır. Fikirləşdim ki, bu mənə həqiqətən də çox böyük bir kömək olacaq. 2019-cu ildə açığı mən Çinşünaslıq ixtisasına qəbul olanda mənim valideynlərim gözləmirdi bunu. Yəni həqiqətən də bu bəlkə də mənim səssiz bir yolum idi, planım idi. Açığı bilmirdim. Siz bildirməmişdiniz? Bəli, mən bildirməmişdim ki, mən Çinşünaslığa gedirəm. Çünki valideynlərimin istər-istəməz Azərbaycan ailələri çoxu belədir ki, görəsən nə olacaq? Yəni yaxşı bir xəbər ver mütləq. İlk dəfə mən deyəndə ki, mən Çinşünaslıq ixtisası istəyirəm. Onda ailəm həqiqətən də çox təəccüblənmişdi. Necə ola bilər? Yəni sən Çinə gedəcəksən? Anamın ilk sualı bu olmuşdu ki, yəni sən Çinə gedəcəksən? Çünki diplomatiya sahəsi beynəlxalq münasibətlərdir və
Ola bilər ki, biz oradan Çinə də gedə bilərik. Mən də düşündüm ki, burada nə var ki? Xüsusilə necə deyim, bu həmin vaxtda bəlkə də unutmuşam, amma məktəb illərimdə bir dəfə müəllim sual vermişdi ki, siz böyüyəndə nə olmaq istəyirsiniz? Hansı istiqamət getmək istəyirsiniz? Sinif yoldaşlarımdan demək olar ki, çoxu polis, həkim, buğaltır, yəni hamısı da şükür Allaha indi çox gözəl sahələrdə işləyirlər Azərbaycanda. Mənə sıra gələndə isə sadəcə mən demişdim ki, mən xaricdə yaşamaq istəyirəm. Mən xaricdə təhsil almaq istəyirəm. Yəni biraz düşüncə tərzim tamamilə fərqli idi. Bu necə deyim, özünün şəxsi inkişaf istiqamətində idi birinci növbədə. İkinci, həmişə fikirləşirdim ki, yəni bütün dünya gördüyüm bu 3-4 mənzərədən mi ibarətdir və yaxud da eşitdiyim bu fikirlərdən mi ibarətdir? Yəni bunu biraz daha açmaq lazımdır, daha çox yer görmək, daha çox inkişaf etdirmək lazımdır. Bununla kifayətlənmək mənim üçün, yəni komfort zonamda qalmağı istəmirdim. İstəyirdim komfort zonanı aşmalıyam, sərhədləri aşmalıyam. Və elə də oldu. Qəbul alanda ailəm əslində çox sevindi, təcrübələnməsinə baxmayaraq. Və ikinci təcrübə isə 2019-cu ildə, deməli, Çində düşərgədən sonra çox böyük bir xoş təəssüratlarla qayıtdım və orada qərara gəldim ki, mən mütləq, yəni burada xarici təhsil alacağam. Yenidən qayıdacağam mütləq. Çünki elə bir mühitdir ki, mən orada həqiqətən də çox rahatlıqla inkişaf edə bilərəm. Çinin ona görə mənim üçün bir nömrədir. Yəni ən sevdiyim 2 ölkə var, onlardan biri də Çindir. İndi biz bilirik ki, Azərbaycanın reallığı belədir ki, bir çox qızlar xaricdə təhsil almaq istəyəndə mənfi fikirlərlə qarşılaşırlar. Xüsusən də ailə tərəfdən, valideynlər tərəfdən narahatçılıqlar olur. Sizin də ailənizdə valideynlərinizin bu cür narahatçılıqları oldumu? Oldusa da necə oldu ki, bunlar aradan qalxdı zamanla? Bəli, zamanla qalxdı. Təbii ki, ilk vaxtda hamı narahat olur. Belə deyim, pandemiya dövründə bir sakitləşmə dönəmi oldu. Həmin dönəmdə ümumiyyətlə Çinli müəllimlərimiz də ölkəsinə qayıtdı. Və mən həqiqətən çox boşluqda hiss etdim. O boşluqda nə isə etməli idim ki, inkişaf edim, yəni geriyə getməyim. Və mən başladım Şanxayda East China Normal University müraciət etdim. Mənim sadəcə HSK2 sertifikatım var idi və ora qəbul olmağa inanmırdım. Ora qəbul aldım təqaüdlü dil kursu və HSK2-dən HSK4, yəni HSK indi bilməyənlər üçün deyə bilərəm ki, bəli, səviyyə imtahanlarına hazırlıqdır. Bu sertifikatı mən o 6 aylıq kurs sayəsində və özümün də davamlı hazırlaşmam sayəsində əldə edə bildim. Pandemiya bu mənə qazandırdı bunu. Yəni bilirəm çox çətin idi hamı üçün, ancaq düşünürəm ki, məqsəd böyükdürsə, arzu böyükdürsə etmək olar. Və onlayn oxudum universitetdə, çünki bilirsiniz pandemiya idi. Daha sonrakı dövrdə, deməli, mənim ən böyük arzularımdan biri Çində oxumaq idisə, pandemiya şəraitində artıq bu fikrimdən yavaş-yavaş uzaqlaşmışdım. Hətta ailəm də artıq qəbul almışdı ki, Şəbnəm bu fikrindən vazgeçibdi. Elə oldu ki, 2023-cü ildə yenə mənim belə deyim də, doğrudan Azərbaycanda bir söz var, əlim ayağım soyumuşdu. Uzaqlaşmışdım da mən həmin fikirlərdən. İstər-istəməz o qədər itki baş verir, içində çətindir. Bəli, qorxuducu. Yəni o məni çox narahat etdi. 2023-cü ildə artıq düzəlmişdi də, Azərbaycanda da, Çində də artıq Covidin sonu idi və mən həmin dövrdə çox necə deyim, ümidsiz formada sənədlərimi hökumətlərarası təqaüd proqramı ilə, bəli, Təhsil Nazirliyi xəttindən müraciət elədim və yəni heç bir gözləntim yox idi. Düşünmürdüm ki, mən oradan qəbul alacağam və həyatımın demək olar ki, ən qarışıq dönəmi idi ki, mən o qarışıq dönəmdə necə hansı istiqamətdə getməli olduğumu bilmirdim. Yəni düşünürəm ki, mən xaricdə olmalı idim. Bu bizim mövzumuzda da, yəni xaricdə oxumaq və yaxud da ki, oxumamaq ikisi də normaldır. Amma mən fikirləşirdim ki, mənim ruhum orada olmaq istəyir. 2 iyul ayı idi, mən qəbul aldım, xəbərini aldım. İnan mənə, mənimlə birgə ailəm də, yəni o qədər narahat idi ki, Çində sən tək başına necə gedəcəksən, yəni qızsan və orada necə olacaq? Ən çox elə valideynlərim bu məsələyə görə narahat idi. Mənim də zaten qarışıq durumda, qarışıq mental sağlığında olmağımın səbəbi tək başıma orada mən necə baş çıxaracağam? Bax bu idi, bu narahatçılıq idi. İlk dəfə
Bəsdir ki, ailədən uzaq. Bəli, bəli. Xüsusilə qeyd edeyim ki, mənim ümumiyyətlə atam, anam Azərbaycanda belə uzaq bir rayona qoymurdular ki, yəni tək başına getmə. Çində oxumağımı ən çox istəyən atam olubdu. Atam hətta çox heyrətlənib ki, sən necə bizim çünki nəsildə ilk yeganə insanam ki, hələ kişi qadın demirəm ki, qadınlar demirəm təkcə, yəni kişilərin içində də yeganə mənəm ki, mən xarici yola düşdüm və xüsusilə Çinə. Yəni bu çox qürur vericidir. Bəli, bu çox bir fərqli bir yəni nəticədir. Mən düşünürəm ki, hər kəsin taleyi fərqlidir, yolu fərqlidir və bizdə ailədə belə bir təcrübə olmadığı üçün insanlara yəni qəribə gələ bilər ki, necə olacaq bu? Bu həm necə deyim, insanın mənəvi keyfiyyətlərinin göstəricisi ola bilər. Mən Çinə yollananda yeganə anamın narahatçılığı yemək mövzusu idi. Bilirsiniz ki, Azərbaycan anaları necə də qayğıkeş, necə zəhmətkeşdir və bizim yemək məsələmiz həmişə analarımızın sayəsində həll olunurdu. Çinə gedəndə xüsusilə mən bu mövzuda çox çətinlik çəkdim. Yəni deyə bilmərəm ki, Öyrəşmək yoxsa hazırlamaq, yemək hazırlamaq? Həm Çin mühitinə öyrəşmək, həm də Çin yeməkləri. Düşünmürəm ki, Çin yeməkləri dadsızdır. Çin yeməkləri həqiqətən dadlıdır. Sadəcə onu yedikdən sonra sanki orqanizmimizə olan təsiri tamamilə fərqlidir. Çünki biz yağlı və ağır yeməklər öyrəşmişik Azərbaycanda, onlarınki yüngül olduğuna görə. Mən də Çin yeməklərini yeyirəm, amma sonra əziyyətini çəkirəm. Həqiqətən bir neçə dəfə həkimə belə getmişəm bununla bağlı. O qədər ciddi O problem qədər ciddi, olur. bəli, o qədər ciddi. Qorxutmuruq heç kimi. Yeyə bilərsiniz. Mən zamin dururam, amma çox dadlıdır. İndi bu dəqiqə ən xoşunuza gələn Çin yeməyi hansıdır bəs? Mənim Çində ən çox üz tutduğum yeməklər sırf necə deyim, Çin yeməyi deyil də Uyğur restoranlarında oluram. Çünki o yeməklər mənə daha uyğun olduğunu hesab edirəm. Bizim ağız dadımıza daha uyğundur, bəli, daha Uyğurlar. rahatdır. Uyğurların aşı Sintianda şocafen ya da bamiyan var, Sintianda bamiyan. Mən çox sevirəm onları. Düzdür, hərçənd içində yenə də acılar var, amma buna baxmayaraq düşünürəm ki, dadlıdır. Sosu ən azından bizim qərb tərəfə daha yaxındır. Amma sırf Çin yeməyinə gələndə, məsələn, orada huamindi var. Huamindi, yəni Çin məzunlarından, yəni çoxları bilir bunu, çox dadlı yeməkdir. İkincisi Tudong Rogaifan. Bəli, Kartoşka malatı. Bəli, kartoşka malatı, Tudong Rogaifan və yaxud da ki, bu miyenlə də olur, yəni noodle-la birlikdə də ola bilir. Bunlar çox dadlıdır, yəni daha çox üstün tutduğum yeməklərdir. Geçmək istəyirəm növbəti. Siz bayaq vurğuladınız ki, sizin Çinə yolunuz HTQ vasitəsilə hökumətlər arası təqaüd proqramı. Mən 100% əminəm ki, bununla maraqlanan insanlar olacaq ki, siz necə müraciət eləmisiniz, bu proses necə gerçəkləşib? Bununla bağlı məlumat istəyərdik. Hökumətlər arası təqaüd proqramı 2023-cü ildə müraciət etmişdim. İndi təbii ki, qaydalar dəyişibdir. Bilirsiniz, CCA yenilənibdir qaydalar. Əvvəllər sadəcə HSK sertifikatı və ya IELTS sertifikatı və digər lazım olan sənədləri müraciət etməklə, yəni biz bu prosesi uğurla başa çatdıra bilərik, daha asan, daha rahat. İndi isə əlavələr var. CCA, yəni Çinin yeni SAT sisteminə çox bənzəyir. Burada riyaziyyat fənni əlavə olunubdur və yaxud da ki, əsasən siz texniki fənlər üzrə, IT üzrə davam edəcəksinizsə, burada fizika, kimya və yaxud da ki, digər fənlər də lazım ola bilər. Yəni bu əsasən akademik səviyyə göstəricisidir. Yəni bu sayədə artıq Çinə daha savadlı kadrlar, daha savadlı tələbələr cəlb olunur. Əvvəllər yəni rahatlıqla hər kəs müraciət edə bilərdi. Bəli. Çinə getməzdən öncə müəyyən bir qorxularınız var idi, sizin də, ailənizdə. Ora getdikdən sonra nələr dəyişdi? Hansı fikirləriniz tamamilə dəyişdi? Və yaxud da ailələrin düşündüyü o stereotiplər dedik, bəzi fikirlər formalaşıbdı. Məsəl üçün buna örnək olaraq təhlükəsizlik baxımından gecə bayıra çıxmaq, axşam hava qaraldı, evə getmək məsəl üçün bunlara istərdim ki, münasibətinizi bildirəsiniz və hazırda məsəl üçün kim ki valideynlər qızlarını göndərəcək Çində oxumağa, onların da məncə bu suallarına cavab tapmış olarıq ki, tam ürəkləri rahat formada qızlarını göndərə bilsinlər təhsil almağa. Bəli. Çox gözəl yəni nüanslara toxundunuz Xədicə xanım. Ümumiyyətlə bu barədə çox geniş danışmaq olar. Ümumi desəm ki, siz oğlan olsun, qız olsun fərqi yoxdur.
Yəni Çin bir tələbənin yaşaması üçün ən gözəl ölkədir deyərəm. Həm təhlükəsizlik baxımından, təqaüd baxımından, inkişaf baxımından hər şey var Çində. Xüsusilə qızları göndərməyi mən daha çox tövsiyə edirəm. Çünki mən özümdən bilirəm ki, ilk dəfə getdiyim ildə, ilk ili mən doğrudan necə deyim bunu, ruhən transformasiya keçirdim də, belə çox dəyişildim. Hər şeyə çox təəccüblə baxırdım. Nəyə görə deyirlər ki, təhsil qadının silahıdır. Yəni təhsil almaq lazımdır, amma bu təhsil təkcə nəzəri biliklər deyil. Bu həqiqətən insanın şəxsi inkişafını dəstəkləməsidir. Birinci özünü dəstəkləməlisən. Daha sonra sən cəmiyyətə müsbət yöndə inkişaf istiqamətində töhfə qazandıra bilərsən, köməyin dəyə bilər. Yəni birinci özünə kömək etməlisən, daha sonra ətrafındakı insanlara köməyin dəyə bilər. Və ailənin formalaşmasında da eyni formada təsirli bir qız çox böyük rol oynayır. Çox böyük, bəli. Yəni savadlı qadın savadlı cəmiyyətdir, savadlı ailədir. Mən bunu artıq çox şükür ki, Azərbaycanda gənclər, yəni bəylərdə, xaricdə də artıq bunu çox 100% ki dəstəkləyir. Çox belə necə deyim, az bir insan var ki, hələ də onlar inkişaf etməyib. Amma mən düşünürəm ki, inşallah gələcək zamanda bunlar da qarşısı alınacaq. O qorxulara gəlincə isə deməli ən çox valideynlərin narahatçılığı qida. Qızım nə yedi, ya açsanmı, təhlükəsizsənmi, yəni yaxşısan, heç kim səni narahat eləmir ki, bu normal suallardır, hər zaman Azərbaycanda da olduğu kimi. Təbii ki, Azərbaycanda olanda valideyn daha çox nəzarət edir. Xaricdə indi oranın saatı 4 saat fərq var. O saatla birgə, yəni həyat da fərqlidir. Və bəzi stereotiplərə gəlincə isə təbii ki, mən şəxsən deyə bilərəm ki, mən 3 il əvvəlki mən deyiləm. Yəni tamamilə çox dəyişmişəm. Bəlkə də buna dəyişmişəm deməyim də, bəlkə də Çin məni özümə qaytardı deyim. Yəni o əsl mən, real mənə qaytardı deyim. O içimizdəki potensialı ortaya çıxartmağa kömək oldu. Şərait oldu. Bəli, bəlkə də mən o şəraitin dalınca qaçmışdım ki, özümü ifadə edə bilim, özümü inkişaf etdirə bilim. Çin bunun üçün çox yaxşı bir fürsət oldu. Mən toxunmaq istəyirəm Chinese Bridge Competition məsələsinə. Sizin səhifənizdə də görmüşəm bloqunuzu. Qeyd etmək istəyirəm ki, mən özüm də həmin yarışmanın iştirakçısı olmuşam. Və bilmək istəyirəm ki, sizin təcrübəniz, siz finala qədər gedib çıxmısınız ora. Təcrübələrinizi bizlə bölüşərdiniz. Çox məmnuniyyətlə. Çox saylı iştirak etdiyim yarışmalardan sonra sonuncu Chinese Bridge yarışması oldu. Burada deməli bunun haqqında danışmaq istəyirəm. İndi məlumat vermək lazımdır ki, mən istəyirəm Azərbaycanda çox xarici tələbələr, yəni Çində təhsil alan tələbələr bu yarışmada iştirak etsin. Çünki bunun qazandırdığı təcrübələr çox gözəldir və bir tələbə üçün, bir gənc üçün çox maraqlı xatirələr yaradır insanda. Deməli 2025-ci il idi və Siyan şəhəri üzrə yaşadığım Siyan şəhəri üzrə iştirak etdiyim yarışmalarda həmişə ikinci yerə çıxdım. Yəni birinci yerə olmadım, amma deyirdim ki, ayda nə vaxt mən bu birinci yer olacaq da. Və sonra növbəti semestrdə deməli bizim məktəbimiz də yəni universitetimiz də həmin yarışmada iştirak etmək üçün müraciət etmişdi və universitetimizdə ən yaxşı danışan Çin dilində tələbələri cəlb etmişdi. 4-5 tələbə idi. Mən professorum da xüsusilə çağırdı ki, Şəbnəm sən də gəl, iştirak elə, yoxla özünü. Əgər uyğun olsa bəlkə iştirak edərsən. Mən də bir gün qalmış bir transkript yazdım, yazı yazdım həmin yarışma üçün. Və başladım onu təqdim eləməyə, prezentasiya əsasında təqdim etdim. Danışdım və inanırsınız çox da ürəyin uçan olmadı, çünki heç mən orada o qədər hazırlaşmamışdım. Yəni son dəqiqə bildim ki, bir neçə gün sonra Çinin şimal-qərb regionunda Çin dili körpü yarışmasının birinci mərhələsi olacaq, hələ Çusay olacaq. Və professorum dedi ki, Şəbnəm can sağ olsun da, yəni sən eyb yoxdur. Yəni mən necə deyim, yelkənləri suya endirmişdim ki, tamam da, deyəsən alınma da, eybi yoxdur. Zaten yəni çox az hazırlaşmışdım. Sonra elə oldu ki, bir neçə tələbələrdə də problemlər çıxdı və mən dedim ki, müəllim, siz mənə sadəcə bir şans verin. Mən qısa müddət ərzində təzədən bunları təkrarlayacağam, baxacağam. Növbəti gün artıq mən təzədən danışdım.
Onda heyrətə gəlmişdilər ki, sən necə bəs qısa müddət ərzində bu qədər öyrənmisən? Müraciət elədim. Getdim yarışmada Şimal-Qərb regionunda Lanzhou şəhərində keçirilmişdi 1-ci mərhələ. Onda da deməli Çinin Şimal-Qərb regionu üzrə 120 tələbə idi. Yəni hər universitetdən, hər regiondan təsəvvür edin, mən Sian şəhərinə gəlmişəm. Mənimlə birgə 7-8 tələbə gəlib seçilənlər də bizim universitetdən də 3 tələbə seçildi. Yəni o uşaqlar içində biri də mən idim və getdik ora. Yola düşdük. Lanzhou şəhərində 120 tələbədən 5 nəfər finala qaldı. Yəni əsas mərhələ, yarımfinal və final mərhələsinə. Mən də ən arxada oturmuşam, çay içirəm. Oturmuşam ki, dedim yaxşı da, mən düşünürəm ki, yəni bu qədər tələbənin içərisində necə olacaq? Və siz seçildiniz. Hə, mən adımı çəkdilər. Mən təəccübləndim ki, bu necə baş verdi? Və deməli getdim səhnəyə. Həqiqətən həmin anda demək olar ki, ilk dəqiqələrdə heç anlamadım ki, doğrudan da mən qalib olmuşam. Yəni əsas mərhələyə seçildim. Sonra bizim sonuncu yarımfinal və final Xanzhou şəhərində oldu. Hansı ki biz yəni orada qazandıq 2 həftəlik yay düşərgəsi qazandıq. Getdik, həm istirahət etdik, həm final mərhələyə hazırlaşdıq. Çox xarici tələbələr var idi. Çox gözəl əlaqələr, dostluqlar qazandım. Gözəl müəllimlərlə tanış oldum. Yeni əlaqələr yarandıq. Hətta oranın yəni bu yarışmanın təşkilatçılığı belə çox bəyənmişdi danışığımı. Çində qadınların cəmiyyətdə və iş həyatındakı rolunu necə qiymətləndirirsiniz? Çünki Çində, yəni mən də öz gördüklərimdən misal gətirə bilərəm. Qadınlar iş həyatında daha çox öndə olurlar. İstər ticarətdə olsun, istər işdə olsun, yəni Azərbaycanla müqayisədə deyirəm. Siz bununla bağlı necə fikir bildirə bilərsiniz, təcrübələrinizi bölüşərdiniz? Əslində dediyim kimi, bakalavr dövründə mən Çində gender mövzusu əhatəsində, müasir Çində qadınların sosial iqtisadi sahələrdə ictimai rolunu araşdırmışdım. Bu mənim nəzəri bilgilərim əsasında idi və mən bunu getdim Çində əyani olaraq yaşadım. Həqiqətən də yəni çox təəccübləndim. Demək olar ki, çox sahədə Çin qadınları fəaliyyət göstərir. Adicə Qaotiyə sürətli qatarla hansısa bir yerə gedirəm, qatarda baxıram xanımlardır. Bizə yönləndirən, istiqaməti yönləndirən xanımlardır. Yəni xanımların bəylər qədər eyni dərəcədə Gender bərabərliyi bəli, var. gender bərabərliyi var, hüquqları qorunur. Mən düşünürəm ki, indiki Çin qadınları daha savadlı, daha öz hüquqlarını bilən dərəcədədir. Təbii ki, bu proses yəni birdən-birə olmadı. 1949-cu ildə Çin Xalq Respublikası yarandıqdan sonra eyni şəkildə Ümumçin Qadınlar Federasiyası da yaranmışdı və bu federasiyanın təşkil etdiyi çox saylı kampaniyalar var idi. Qadınların sosial mühit inkişafına təkan göstərən kampaniyalar, xüsusilə kənd təsərrüfatında çalışan qadınlar deməli texnoloji sahələrə cəlb olunması və bu sayədə qadın və kişi gender bərabərliyinin qorunmasına təminat yaranması idi. Yəni bir çox deyə bilərəm ki, burada çox səbəblər var, müddəalar var, qanunlar var ki, qadınların indi hal-hazırda Çində xüsusən qadınların azad, sərbəst, özünü bilən, hüquqlarını bilən formada necə deyim, fəaliyyət göstərməsi həqiqətən çox alqışlanması bir andır. Mən ən çox buna görə sevinirəm. Biz hansı ki, düşünürəm son 10 ildə bizdə Azərbaycanda qadınlar daha necə deyim, özünü daha çox inkişaf etdirir, fikirləşirəm və təbii ki, buna müasir dövrün fəaliyyətləri daha çox təsir edir. Çində isə bu xüsusilə Çin ən çox tarixdə ən çox Çin qadınları daha çox çətinlik çəkmiş cəmiyyətdə olublar. Buna baxmayaraq, yəni o qədər yüksəliş yaşayıblar indiki dövrdə. Həqiqətən heyrətlənməmək mümkün deyil. Bütün sahələrdə demək olar ki, hal-hazırda Çində məşğulluq sahəsində 40%, 40-45% qadınlar təşkil edir. Bəli, bu çox gözəl bir nəticədir. Və yəni qeyd etmək lazımdır ki, Çində bazarlaşma, urbanizasiya, rəqəmsallaşma dövründə xüsusilə
qadınların da buna cəlb olunmasına daha çox maraq göstərilir. Yəni buna daha yaxından maraq göstərilsə, təbii ki, bir ölkənin inkişafına nəinki bəylər, yəni qadınlarla birgə daha çox müsbət töhfə qazandırmaq olar. Daha çox təsir eləmək. Bəli, daha çox təsir etmək olar. Siz bilirsiniz ki, yəni qadınlar çox yaradıcı bir xarakterdə olur. Yəni qadın həqiqətən çox möcüzəvi bir varlıqdır. Uşaq dünyaya gətirir, ailədə hər kəsə qayğı göstərə bilir, işini görə bilir, təhsil ala bilir. Yəni çox şaxəli. Bir anda biz 15 dənə fikir düşünə bilirik. Çox funksiyalı olur. Və bir də təhsilli, savadlı qadın olaraq bunu eləmək, yəni daha möhtəşəm bir nəticə olar. Düşünürəm ki, Çin qadınları bunu bacara bilib. Ancaq bir nüans var ki, təbii ki, keçmiş dövrdə patriarxal rejimin hökm sürdüyü bir uzun müddət olub ki, tarix buna sübutdur ki, ardınca yavaş-yavaş 49-cu ildən sonra, yəni Xalq Respublika yarandıqdan sonra Çində savadsızlığın aradan qaldırılması, təhsilin daha çox inkişaf etdirilməsi, Çin qadınlarının siyasi sferalara cəlb olunması, bunlar yəni orada gender bərabərsizliyini aradan qaldırmaq üçün ən gözəl başlanğıclar olub. Buna da dövlət şərait bəli, dövlət şərait yaradıb. Deyə bilərəm ki, bəli, Mao Zedong dövrü, Deng Xiaopingin dövrü, yəni bir keçid dövrləri yaşanıbdı. 1982-ci ildə də, yəni 82-ci il qanunlarına əsasən həmin dövrdə də Çin qadınları müxtəlif kampaniyalar əsasında necə deyim, öz hüquqlarını müdafiə etmə şansı qazanıblar və hal-hazırda Çində qadınlar və kişilər eyni hüquq bərabərliyindədir. Yəni kişilər də eyni şəkildə ailədə uşağa baxır, ailənin qayğısını çəkir, hətta yoldaşına çox dəstək olur və qadınlar da həmçinin işdə də olur, ailəyə də baxır. Hər şey bərabər paylaşılır, bərabər bölünür. Onda biz buradan belə bir nəticə çıxarda bilərik ki, bir qız uşağının düzgün və güclü formada formalaşması üçün Çin ən gözəl şəraiti yaradıb. Bəli, bəli. Yəni demək olar 100%. Və rahatlıqla da Çində təhsil alıb özümüzü inkişaf elətdirə bilərik. Bəli. Hamıya tövsiyə eləyirik. Keçmək istəyirəm mən növbəti sualıma. Sırf qız olduğunuz üçün hər hansısa bir çətin situasiyaya düşmüsünüzmü Çində? Bəli, yəni əlbəttə ki, düşmüşəm. Bu haqqda danışmaq istəyirəm həqiqətən. Ən çox təbii ki, fiziki güc məsələsində. Məsələn, mən bir həftəlik alış-verişə gedirəm. Az öncə qadınların hüquqlarından danışdım. O hissə o qədər yəni mürəkkəbdir. İndi istəyirəm ki, bu hissədə daha çox necə deyim, daha məişətdə gördüyüm proseslərdən danışım. Demək olar ki, mən bir həftəlik alış-veriş edirəm və o alış-veriş əlbəttə ki, biraz ərzaq çox olacaq. Onu evə daşımaq var, yataqxanaya gəlirəm, düzdür? Çox olub ki, mən bəzən fikirləşmişəm ki, bax görsən qızam, ona görə daşıya bilmirəm. Oğlan olsaydım, bəs fiziki gücə görə mən bunları daşıya bilərdim də. Həmişə neçə dəfə olub ki, bəzən gözləmişəm, bəzən yəni çətinliklə də olsa yarı-yarı qaldırmışam yuxarıya ki, necə deyim, velosipetimə çatdırım. Velosipetimin səbəti var idi, ora qoyurdum. Ehtiyatla sürə-sürə də yataqxanaya çatdırırdım. Yəni dediyim kimi, əslində mən həmişə Instagram hesabımda da və yaxud da ki, məni tanımayan şəxslər də həmişə düşünür ki, yəqin hər şey çox yaxşıdır. Amma əslində mən çox detalları, çətin olan anları çox paylaşmıram. Düşünürəm ki, bu şəxsi bir həyatdır və hər kəsin yəni yaxşı anlar olduğu kimi çətin anlar da olur. Amma hər biri həyatın bir parçasıdır və biz bu həyatda kamillik istiqamətində davam etməliyik. Yəni ancaq özümüzü inkişaf etdirməklə, real olmaqla, özümüz olmaqla və daxili hüzurumuzu qorumaqla necə deyim, bunu davam etdirə bilərik. Həqiqətən qürur duyuram ki, cəmiyyətimizdə sizin kimi xanımlar var. Təhsilli, savadlı, güclü. Tək ki cəmiyyətimizdə sizin kimi insanlar çox olsun. Çox sağ olun. Bizim düşüncəmizdə olan insanların sayı getdikcə artsın. Qızlarımız bizim yolumuzu getsin. Ümumiyyətlə bir ailədə qızın güclü formalaşması bu çox önəmlidir. Bəli. Və ona görə də mən istəyirəm ki, hansı ki və bu arada onu da deyim ki, bu bölüm bizim üçün əslində, xüsusən də mənim üçün çox özəl bir bölümdür. Çünki biz bu bölümdə mən sizə təklif elədim. Şəbnəm xanım da çox sağ olsun, qəbul elədi. Bilirik ki, hal-hazırda Azərbaycanda
Çində təhsilə qarşı maraq getdikcə artıb, bir çox qızlarımız artıq üz tuturlar, qəbul alıblar Çinə və biz qərar verdik ki, bir nəfərin təhsil həyatına toxunmaq amaclı ki, bunu bacarsaq nə xoş bizə. Bu bölümdə sırf bir nəfər qız tələbəyə hansı ki, təhsil həyatını Çində davam elətdirəcək, biz ona mentorluq dəstəyi göstərmək istəyirik. Hər tərəfli yardımımız toxunacaqsa, yenə də deyirəm, bu bizim üçün çox böyük uğur olacaqdır və bunun şərtləri də çox sadədir. Kanalımıza abunə olub, şərh bölməsində təhsilə başlayacağınız müddət, yəni özünüz haqqında qısa bir məlumat verməlisiniz və videonu bəyənməlisiniz və biz Instagram səhifəsi üzərindən həmin şəxsi seçib elan eləyəcəyik. Mentorluq dəstəyimizi də əlimizdən gəldiyi qədər göstərəcəyik. Buna daxildə eyni zamanda Çin dili də, Çin dilində bilgilər də mütləq biz tərəfindən veriləcək sizə. İstəyirəm ki, siz həmin o qızlara və ailələrinə tövsiyələrinizi verəsiniz, onları daha da həvəsləndirəsiniz ki, bizim kimi insanların sayı getdikcə çoxalsın. Tamam, mən əsas nüans sağlamlıq mövzusuna toxunmaq istəyirəm. Çalışın Çinə gedəndə sağlamlığınıza diqqət edəsiniz, qidalanmanıza diqqət edəsiniz. Mən özüm şəxsən qidalanma mövzusunda, yəni bu fərdi necə deyim, yanaşmadır. Hər kəs qidalanma rasionu fərqlidir. Siz çalışın Çinə getmədən öncə xüsusilə sağlamlıq məsələlərini daha dəqiqləşdirin. Birinci bu məsələ. İkinci, supervizorinizdən, professorunuzla mütəmadi əlaqədə olun. Çünki orada nə problem olsa sizə ən yaxın olan insan odur. Və əgər o yoxdursa, xarici tələbələrə baxan ofis yəni hər problemdə, hər narahatçılıqda da sizə vaxtında orada kömək olacaq. İkinci bu. Üçüncü, çalışın Çində də bəzən dini cəmiyyətlər və s. toplaşmalar olur. Çalışın elə cəmiyyətlərdə iştirak etməyin. Bəli, uzaq durun, özünüzü qoruyun, hər şeydən qoruyun. Yəni zövq alın. Çin elə bir yerdir ki, orada zövq almamaq mümkün deyil. Dili öyrənin, özünüzə nələrsə qatın, özünüzü inkişaf etdirin. Yəni həmişə müqayisə edin ki, bir il əvvəlki məsələn Şəbnəm və bir il sonrakı Şəbnəm arasında böyük bir fərq olmalıdır. Bunu fikirləşin. Hər gününüzü qeydə alın. Daha çox psixoloji və fəlsəfi çox deməyim də, psixoloji kitabları, inkişaf kitablarını daha çox oxuyun ki, bu sizə daha çox şey qatacaq, məlumat qatacaq və yaxud da Çində olan təcrübələrinizi artırın. Çin elə bir yerdir ki, səyahət etmək lazımdır orada. Yəni səyahət təcrübələrinizi artırın. Bax belə. Çox gəzən çox bilər. Bəli. Çox gəzən çox bilər. Maksimum bəli, tətillərdə səyahətə üstünlük verin. Bəli. Çünki səyahət insanı həqiqətən o cür fikirlərini dəyişir, dünya görüşünü dəyişir, çox təsir edir. Bəli, eyni prizmadan baxmırsan həyata, tamam başqa bucaqlardan baxırsan. Bəli. Fərqli dinlər, fərqli mədəniyyətlər, bu həqiqətən və çox önəmlidir. Bütün dinlərə hörmət etmək lazımdır. Mütləq dərəcədə. Yəni bütün irqlərə, millətlərə, Çinlilərə xüsusilə hörmət etmək lazımdır. Bəzən bəzi məlumatlar eşidirəm, nəinki bizim Azərbaycan millətindən, digər millətlərdən də. Yəni çalışın Çinlilərlə daha çox hörmətli olun. Onlar o qədər sadə və mehriban insanlardır ki, amma hər şeyin fərqindədirlər. Yəni onlar necə ki bura gələndə necə deyim, biz onları xoş qarşılayırıq. Onlar da bizi orada xoş qarşılayırlar. Və bu dostluğu biz möhkəm saxlayaq, hörmətli saxlayaq, qoruyaq, bəli. Demək olar ki, bütün suallarımıza cavab tapdıq. Bizi çox gözəl şəkildə məlumatlandırdınız. Təşəkkür edirəm. Mən çox təşəkkür edirəm ki, siz məni dəvət etdiniz. Yenicə gəlmişəm Çindən Bakıya, amma düşünürəm ki, gələn kimi iştirak etdiyim ən gözəl layihələrdən biridir. Mənə də çox xoş oldu. Bu arada darıxırsınız Çin üçün? Hələ ki yox. Təzə gəlmişəm. Hələ ki darıxmıram. Bəlkə yarım il sonra baxarıq yenidən. Fikirləşirəm ki, yəni Çində nə qədər məşğul idimsə, artıq Azərbaycanda o qədər Çin dili öyrənmək istəyən və Çin haqqında sualları olan gənclərimiz var ki, mən də o zamanlar araşdırırdım çox, axtarırdım. Bir söz var Azərbaycanda, deyir, iş yoxdursa işi yaratmaq lazımdır. Mən həmişə bu prinsiplə yanaşmışam. Yəni daima çalışmaq, aktiv olmaq, kimin də nəyisə sualı varsa, əlbəttə ki, müraciət eləyə bilər. Mən də çox sevinirəm ki, sahəm üzrə kimlərəsə dəstək ola bilirəm, tövsiyə edə bilirəm.
Yəni çünki mən artıq orada real təcrübələrdən gəlmişəm. Xüsusilə mən onlayn tədrisi ona görə onlayn magistr təhsilini ona görə istəmədim ki, çünki mən Çini tam 100% yaşamaq istirdim orada. Bəli, çətinliklərini də, xoşanlı hamısına qəbul idim ki, hazır idim. İnsan bəzən axı əvvəlcədən hiss edir, yəni düşünürsən ki, hə, orada nələr gözləyə bilər səni. Ya xoş anlarda, ya da çətin anlarda hiss edə bilirsən. Amma mən bunların hamısına hazır idim və düşünürəm ki, həqiqətən də necə deyim, nə qazanmışamsa, hamısı bu mən özümə elədiyim şəxsi inkişaf üçün, şəxsi yatırımdır. Nəinki mən çox xanımlar var, Azərbaycanlılar var, Çində təhsil alan. Hamısına uğurlar arzu edirəm. Bəylərə də uğurlar arzu edirəm. Çox gözəl ölkədəsiz. Yəni inkişaf mərhələsinin ən gözəl təməlini elə Çində qoyursunuz. Bu özü böyük bir uğurdur. Demək olar ki, söhbətimiz yekunlaşdı. Bütün suallarımıza cavab tapdıq. Hamının beynindəki o stereotipləri ümidvaram ki, dəf elədik. İndi isə mən hər dəfə proqramın sonunda bir rubrikam olur, sual-cavab rubrikam. Bunu nisbətən biraz çətinləşdirmiş ola bilərəm, amma mən sizin oradakı təhsilinizə ki, siz Çin-şünaslıq üzrə oxumusunuz, buna güvənərək bu sualları sizin üçün hazırlamışam. Görək inşallah. Öncədən deyim ki, variant istəmə haqqınız var. İstədiyiniz suala mən variantlar sadalaya bilərəm, amma açıq suallar kimi düşünək bunları. Başlamaq istəyirəm birinci sualda. Çində həm qədim paytaxt olmuş, həm də İpək yolunun başlanğıc nöqtəsi hesab edilən şəhər. Siyan. Siyanda oxuduğunuza görə birinci sual sizə bonusdur. Sevdinizmi Siyanı? Çox sevdim. Ən sevdiyiniz şəhərlər? Ən sevdiyim şəhər elə Siyandır. Bəlkə də Şanxaydır, ikinci Şanxaydır və üçüncü isə Xaynan adasında yerləşən Sanya şəhəridir. Bəli, onun son aylarda Sanya bu il elə bil trendə düşdü. Çox xarici var orada. Xüsusilə Rusiya bölgəsindən ruslar, slavyanlar daha çoxdur orada. Mən düşünürəm ki, həqiqətən də gəzdiyim bəlkə ən gözəl yerlərdən biri Sanya idi. Santorini vibe verir deyəsən, səhv eləmirəmsə. Eynən çox fərqli idi və mən ən çox orada sevdiyim məsələ dəniz oldu. Cənubi Çin dənizi idi. Hansı ki, artıq Çinin ən ucqar cənub nöqtəsi idi və ondan sonra Sakit okeanda başlayır. Mən düşünürəm ki, həqiqətən yəni ən gözəl yerlərdən biri idi Sanya şəhəri. Sanya. Bəli. Mütləq gedib görmək lazımdır. İkinci sualıma keçirəm. Bir ölkə, iki sistem prinsipi hazırda Çinin hansı iki xüsusi inzibati bölgəsinə aiddir? Bir ölkə, iki sistem. Çox maraqlıdır. Bu iki dənə belə deyək əyalətdir, hansı ki, belə deyək də Çindən kənardır. Çindən kənar, Makao, Hong Kong. Düz. Makao və Hong Kong. Bravo. Üçüncü sualımız gəlir. Çinin ən uzun çayı, bilirik ki, Yansı çayıdır. Bəs uzunluğuna görə ikinci ən böyük çay? Huanghe. Huanghe çayı, bəli. Hətta olmuşam orada. Lanzhou şəhərinin kənarından keçir. Düzü çox da belə maraqlı mənzərə yox idi orada. Sadəcə oturdum, baxdım ki, olum burada. Çaydı da. Bəli, çaydı da. Keçir oradan. Dördüncü sualımıza gəldik. Aşağıdakılardan hansı Çin şəhəri birbaşa mərkəzi hökumətə tabe olan bələdiyyə deyil? Variantlar sayıram. Çin mərkəzi hökumətinə tabe deyil. Chongqing, Tianjin, Shenzhen, Şanxay. 50-50 versiyamız da var. 2 variant çıxardıb, 2 variantı saxlaya bilərəm. Yaxşı. Çıxardım. Bəli. Joker haqqımı istifadə etmək istəyirəm. Deməli, buradan getdi Şanxay və Tianjin. Qaldı Chongqing və Shenzhen. Chongqing demək istəyirəm. Düzgün variant Shenzhen idi. Doğru. Shenzhen idi. Yaxşı. Eybi yox. Bu da gözmücük olsun. Çinin ən böyük şirin su gölünün adı hansıdır? Ən böyük şirin su gölü. Bunun da variantları var. Deməli, A variantı Tayhu gölü, B variantı Qinhai gölü, C Poyang gölü, D Dongting gölü. Poyang gölü demək istəyirəm. Düzgün cavabdır. Doğrudur. Oh my god. Poyang gölü. Düzgün. Çində əhalisinə görə ən böyük şəhər hansıdır? Variantlar. Variantlar deməli. A variantı Pekin, B variantı Chengdu,
C variantı Chongqing və D variantı olacaq bizdə Makao. D variantı Makao. Əslində Pekin şəhəri də əhalisinə görə çox sayda bir şəhərdir. Variantım Chongqing olacaq. Chongqingdə də olmuşam. Aha. Düzgün cavab. Əhalisi çox olan bir şəhərdir. 8-ə keçirəm. Super irəliləyirik. Çinin Silikon vadisi adlandırılan texnologiya mərkəzi hansı şəhərdir? Burada yəqin ki mən pas edəcəm. Əslində texnologiya mərkəzi. Aha. A variantı Xanzhou, B variantı Shenzhen, C gələcək bizdə Chengdu, D variantı Şanxay. Texnologiya. Shenzhen ağlıma gəlir. İlk texnologiya şəhəri. Variant? Shenzhen. Shenzhen. Shenzhendir. Tamam. Çünki oranın Kiber City-də adlandırılır. Bəli, Kiber City adlandırılır. Düzü mənim əvvəl texnologiya deyəndə Xanzhou Evet, bəli. Mən də Xanzhou əslində düşündüm ki, Xanzhouda ola bilər. Aha. Orada da texnologiya sahəsi üzrə inkişafdır. Shenzhen idi. Keçirik 9-a. Keçək. Hansı Çin şəhərinin 2 fərqli beynəlxalq hava limanı var və bunlardan biri dünyanın ən böyük hava limanlarından hesab olunur? Pekində. Pekində. Bəli, Pekində yerləşir. Beijing kapital və Beijing Daxing. Bəli, Daxing. Super. 10-cu sual, axırıncı. Burada da yenə bir təxmini cavab rəqəmlər var. Çində yerləşən və dünyanın ən böyük sürətli qatar şəbəkəsinin ümumi uzunluğu təxminən neçə kilometr ola bilər? Mən burada pas keçirəm. Bu həqiqətən mənə də gəlsəydi mən də buna pas deyərdim. 48-50 min kilometrdir. Buradan sizə bir puan. Bəli, amma yenə də qazanan siz oldunuz. Həqiqətən də. Çox sağ olun. Çox maraqlı suallar idi. Şəbnəm xanım, sizə təşəkkür edirəm. Mən Bizi çox təşəkkür maarifləndirdiniz. Təkcə məni yox, eyni zamanda bizi izləyəcək qızlara çox böyük motivasiya oldunuz və inanıram ki, həqiqətən də bugünkü podkast kiminsə həyatında dəyişiklik eləmək üçün bir motivasiya yaratmağa malik olacaqdır. Təşəkkür edirəm gəldiyiniz üçün. Çox sağ olun. Siz isə bizi izləməyə davam eləyin, çünki bura getdikcə daha da maraqlı olacaq. Finish. Qəşəng oldu. Çox qəşəng oldu.